Sionizm nəyə deyilir? Ümumiyyətlə, bu Sion dağının adından götürülmüş bir dini və siyasi cərəyanların ümumi cəminə verilən bir addır. Sion dağı İsraillərin, Yahudilərin müqəddəs saydığı bir dağdır ki, müsəlmanlar ona səhv etmirəmsə Sina, Yahudilər isə ona Sion dağı deyirlər. Sionizmin özü vahid bir dini cərəyan və yaxud siyasi bir cərəyan deyildir. Yahudi dövlətinin yaradılması, Yahudi məskənlərinin yaradılması, dövlətin ərazilərinin genişləndirilməsi düşüncəsini ortaya qoyan bir siyasi cərəyanların ümumi cəminə deyilir. Sionizm sözünü ilk dəfə 1890-cı ildə Aqdad İsrail Dini Cəmiyyətinin nümayəndə rəhbəri, eyni zamanda İdişizm hərəkatının tanınmış nümayəndəsi Nathan Birnbaum işlətmişdir. O özünün Self-Emancipation adlı jurnalında məhz bu sözü işlətmişdir. 19-cu əsrin 90-cı illərində bu hərəkat iki hissəyə bölünür. Bunların siyasi qanadını Theodor Herzl, dini qanadını isə Ahad Qaum deyilən bir ravin təşkil edirdi. 1897-ci ildə Dünya Sionistlərinin birinci qurultayında məhz Theodor Herzl bu termini siyasi mənada işlətmişdi. Sionizm nələrə əhatə edir? 1. Yahudilərin öz vətənlərinə qayıtması və vətənin geri alınması. 2. Həmin vətəndə Yahudi dövlətinin yaradılması və dirçəldilməsi. 3. Dünyada Yahudilərin itmiş sayğısının artırılması, onların nüfuzunun bərpa edilməsi. 4. Tarixi Yahudi ərazilərinin geri qaytarılması. Onu da deyim ki, ilk köç 1492-ci ildən başlamışdı, İspaniyadan başlamışdı. Lakin ilk böyük köç 1700-cü ildə Yahuda Xasid deyilən bir nəfərin rəhbərliyi altında 1000-ə yaxın Yahudi ailəsinin Qüdsə köçməsi ilə oldu. Lakin ərəblərlə toqquşma nəticəsində 1720-ci ildə onlar Qüdsdən qovulmuş və ətraf ərazilərə yerləşmişdilər. İkinci böyük köç 1881-ci ildə oldu ki, burada bir neçə min Yahudi ailəsi Qüdsə köçdü və həmin əraziləri biraz da pullarını aldılar. Lakin ən böyük köç 1919-23-cü illərdə Birinci Dünya müharibəsi bunun son vaxtlarında baş verdi. 40 minə yaxın Yahudi ailəsi Qüdsə köçürüldü. Ərəblər buna qarşı çıxdılar. Hətta üsyan qaldırdılar ki, bu tarixdə ərəb üsyanları adı ilə məşhurdur. Məhz bu zaman ərəblərə qarşı mübarizə üçün 1920-ci ildə Yahudilərin Xaqana təşkilatı yaradıldı ki, bu ilk Yahudi hərbi terrorçu təşkilatı idi.